Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Salamlayıram hər birinizi dəyərli tamaşaçılar. İnşallah ki bizi əzadarlıq məclislərində öz xeyir dualarınızda unutmursunuz. Bu dəfə sizə əhl-i sünnə mənbələrindən olan bəzi tarixi hadisələri çatdıracağam və Peyğəmbərin dilindən Həzrəti xanım Fatimə-i Zəhranın müsibətini nəzərinizə çatdırmaq istəyirəm. Bildiyimiz kimi bir çox əhl-i sünnə mənbələrində tarixdə baş vermiş bu hadisələri örtbasdır etmiş olsalar da və yaxud nəql etməkdən pəhriz etsələr, çəkinsələr də, bəzi mənbələrdə də Həzrəti Zəhra barəsində olan hadisələr açıq-aşkar şəkildə qeyd olunub. Bu mənbələrdən biri Fəraid-ü Simtəyn, cild 2, səhifə 35-də qeyd olunubdur. Cüveyni adlı bir şəxs, hansı ki onların ustadlarından hesab olunur, Peyğəmbərdən belə nəql edir ki, günlərin bir günündə Peyğəmbər əyləşmişdi və İmam Həsən onun yanına daxil oldu. Həsən ibn Əli onun yanına daxil oldu və Peyğəmbərin gözü ona sataşacağım başladı göz yaşı axıdıb ağlamağa. Və qeyd edir ki, ardınca Hüseyn ibn Əli o həzrətin yanına daxil oldu və yenidən Peyğəmbər ağlamağa başladı. Və ardınca da o iki nəfər, yəni Fatimə və Əli əleyhissalam Peyğəmbərin yanına daxil oldular. Bu zaman Peyğəmbər yenidən göz yaşı axıtmağa başladı və şiddətli surətdə ağlamağa başladı. Bu zaman ki, ətrafdakılar gördülər Peyğəmbər ağlayır, bilirsiniz ki, bir çox mənbələrdə İmam Həsəni, İmam Hüseyni gördükdən sonra ağlamasının dəlillərini hətta şiə mənbələrində də qeyd ediblər. Onların başına gələcək hadisələr, necə şəhid olmaları barəsində nəql edir. Amma bu mənbədə Cüveyni nəql edir ki, ondan soruşdular ki, Fatiməni görəndə nə üçün ağladı? Nəyə görə göz yaşı axıtdı? Deyirlər ki, o zaman ki sən Fatiməni gördün, niyə ağladın? Bu zaman Peyğəmbər buyurur. Fatiməni gördüyüm zaman o səhnə yadıma düşdü ki, hansı ki mən dünyadan köçəndən sonra onun başına bu işlər gələcək, bu hadisələr olacaq. Mən sanki indiki kimi görürəm ki, onun evinə necə daxil olurlar, hörmətini ayaq altında qoyurlar, haqqını qəsb edirlər, irsindən məhrum edirlər onu, onun qabırğasına, yəni böyrünə vururlar, qabırğasını sındırırlar və bətnində, rəhmnində övladını sikt edirlər. Və ardarda görürəm ki, Fatimə fəryad edir va Muhammədə, hansı ki fəryad etdiyi anda heç kəs onun fəryadına cavab vermir və köməyinə çatmırlar və onun fəryadına müsbət cavab vermirlər. Və ardında deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, o əvvəlinci kəsdir ki, ilk kəs olacaq ki, mənim ailəmdən mənə mülhəq olacaq, yəni mənə qoşulacaq mən dünyadan köçəndən sonra. Və mənim yanıma gəldiyi zaman çox məhzun olacaq, yəni hüzünlü bir şəkildə, giriftar bir şəkildə və qəmgin şəkildə və şəhid edilmiş bir şəkildə gələcək. Və mən indi burada deyirəm, Peyğəmbərin sözləridir, deyir ki, və mən indi burada deyirəm, Allahım, lənət elə hər kəsə ki, ona zülm eləyiblər. Cəzalandır hər kəsi ki, onun haqqını qəsb eləyiblər. Xar elə hər kəsi ki, onu xar eləyiblər. Və onları cəhənnəmə at və hər kim ki, onun övladını yəni sikt eləyib və onun qabırğasını əzibdi, sındırıbdı, onları cəhənnəmə düçar elə, yəni cəhənnəmə at və mələkələrə də deyir ki, mələkələr də amin desinlər. Bu şəkildə rəvayət olunur əhl-i sünnə mənbəsindən. Bu bir sənəd idi, yəni açıq-aşkar görürük ki, həmin bu rəvayətdəki mən bunu üzündən oxuyaraq tərcümə edirəm. Burada qeyd olunur ki, Peyğəmbər yəni öncədən bu hadisələr barədə xəbər vermişdi
kimliyi barədə heç bir şey deməsə də həmin şəxslərin ümumilikdə o şəxslərə nifrin etmişdi və bəla arzulamışdı. Digər bir mənbəyə baxdığımız zaman görürük ki, İbn Əbi Şeybəh və yaxud Şeybəh adlı şəxsdən Əl-Musənnəf kitabında başqa bir rəvayət var ki, cild 8, səhifə 572 Əl-Musənnəf kitabı ki, hansı ki Əhl-i-Sünnə mənbəsidir və burada İbn Əbi Şeybəh və yaxud Şeybəh bəzi mənbələrdə gəlib, nəql edir ki, bu kitabda insanlar Əbu Bəkrə beyyət etməyə getdikləri zaman Əli əleyhissalamla Zubeyr xanım Fatimənin yanına gəlirlər məsləhət üçün və onların arasında bir məşvərət, bir məsləhət söhbəti olur. Və bu məsələ qulağına çatır bunların və Əhl-i Sünnənin ikinci xəlifəsi tez qaçır, yəni Əli əleyhissalamın evi tərəfə, xanım Fatimə Zəhranın evi tərəfə. Və xanım Fatimənin evinə gəlir və daxil olur və deyir ki, ey Peyğəmbərin qızı, bizim üçün, bizim yanımızda ən məhbub, ən sevilən şəxs atan Peyğəmbərdir, yəni sənin atandır. Və Peyğəmbərdən sonra, atan Peyğəmbərdən sonra da bizim üçün ən məhbub, yəni ən sevilən şəxs sən özünsən. Amma Allaha and olsun ki, bu məhəbbət əgər insanlar bura toplaşsa, yəni Əli əleyhissalamdan müdafiə üçün bura toplaşsalar, haqqı bərpa etmək üçün Əli əleyhissalama buna işarə edir, yəni beyyət üçün. Əgər bura toplaşsalar, mən yəni əmr eləyəcəm ki, bu evi atəş vursunlar, bu evə atəş vursunlar, bu evi atəş vurmaq əmrinə bu məhəbbət mane olmayacaq. Baxın, bu cümləni dedi və getdi və Həzrət Əli əleyhissalam daha sonra daxil olur və xanım Fatimə bu şeydən onu xəbərdar edir və onun and içməsini, ikinci xəlifənin, Əhl-i Sünnənin ikinci xəlifəsinin and içməsini ona çatdırır ki, bəs belə bir şey üçün and içdi. Baxın, burada bir nöqtə var, çox önəmli bir nöqtədir. Nöqtə bundan ibarətdir ki, orada Əhl-i Sünnənin ikinci xəlifəsi belə etiraf edir ki, bizim üçün ən əziz şəxs Peyğəmbərdir və ondan sonra sənsən və amma bütün bu məhəbbətlər və bu əzizliklər heç biri mane olmayacaq ki, biz öz hədəfimizə və məqsədimizə çatmaq üçün sənin evə atəş vurmayaq. Yəni, mən atəş vurmayım. Burada əməlsiz surətdə Peyğəmbərə məhəbbət bəsləməkdən gedir, yəni dildə Peyğəmbəri sevməkdən gedir söhbət. Bugün də biz bu kimi şeylərlə qarşılaşa bilərik ki, bir çox insanlarla rastlaşa bilərik. Dildə Allaha qurban olum, Peyğəmbərə qurban olum, Qurana qurban olum, amma əməl vaxtı, əməl zamanı gələndə hər bir şeyi ayaq altında qoyurlar. Yəni, əhəmiyyət belə daşımır dinin hansı ayinləri və vacibatları. Və bu, məsələn, çox iradlar tutulur ki, hətta şərhlərdə və yaxud suallarda, müraciətlərdə yazırlar ki, bu nağılları hardan çıxadırsınız? Mən qeyd edim ki, bu dəfəki nağıl hesab olunan şeyləri biz Əhl-i Sünnə mənbələrindən çıxartmışıq. Və bu deyilən sözlər də hamısı sünnə alimlərinin dilindən nəql olunmuş hadisələrdir ki, Peyğəmbərin öz dilindən öncədən xəbər verilmişdi və bugün də belə şəxslərlə rastlaşa bilərik ki, cəmiyyətdə fərqi yoxdur, dinindən, məzhəbindən asılı olmayaraq müsəlman olan hər bir şəxs dildə Peyğəmbərə məhəbbətdən, Əhl-i Beytə məhəbbətdən dəm vursun, danışsın, amma dövrünün imamı üçün iş görmək məsələsi gələndə, amma düzgün olmaq, sadiq olmaq məsələsinə gələndə, İmam Zaman üçün iş görmək məsələsinə gələndə, xanım Fatimə Zəhranın bəyəndiyi və yaxud bəyənmədiyi işlərə gələndə görürük ki, tam əks əməl edir. Bəs deməli, Peyğəmbəri dildə sevmək kifayət etmir. Necə ki, tarixdə bir çoxları Peyğəmbəri görmüşdülər, dərk etmişdilər və Peyğəmbərə məhəbbət bəsləyirdilər. Amma Peyğəmbərin ailəsinə zülmlər etdilər. Peyğəmbər onların haqqında öncədən xəbər vermişdi və nifrin etmişdi və eləcə də biz bunu bugün qeyd etdik və sizin nəzərinizə çatdırdıq. Bəs deməli, biz də bu məsələlərdən ehtiyat etməliyik, belə şeylərdən çəkinməliyik ki, nə badə biz Allahın dininin qanunlarını, Quranın qanunlarını və Peyğəmbərin buyurduqlarını ayaq altında qoyaq, əməl etməyək, sonra da
onlara olan məhəbbətdən dəm vuraq. Allah bizi Əhl-i-Beyti həqiqi dərk edənlərdən qərar versin. Bu günlük sizə Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.